Salam, dəyərli dostlar, xoş gördük hər biriniz əziz dostlar. Bugünkü vətəndaş müraciəti Masallı rayonunun Boradigah kəndindən hörmətli bir vətəndaş bizə video müraciət göndərir və adam bildirir ki, döymədiyi qapı qalmayıb, getmədiyi ünvan qalmayıb. Niyə məhkəmə qərarlarının icrası üçün vətəndaş qapıları gəzməlidir? Nə üçün? Azərbaycan dövləti adından çıxan qərarlar bəzən və bəzi rayonlarda, xüsusən ucqar rayonlarda icra və probasiya şöbələri tərəfindən həyata keçirilmir. Və adam da qalır, qapılar da niyə icra olunmamalıdır? Nə üçün icra olunmamalıdır? Onunla bağlı ayrıca danışacağım dostlar. Görək bizim Masallı rayonunun Boradigah kəndinin sakini nə deyir dəyərli dostlar? Mən Abdullayev Azad Zadiloğlu, Masallı rayon Boradigah qəsəbə sakiniyəm. Elnur müəllim, mənim müraciətim sizə ondan ibarətdir ki, dövlət qurumu olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məmurları əmlakımı mənimsəyib və mənə dəymiş ziyana görə məhkəmə qətnamaları var. Bugünkü günə qədər 6 ildir ki, məhkəmə qətnamaları icra probasiya şöbəsində olmasına baxmayaraq, dövlət qurumu olan Ekologiya Nazirliyi nə dövlətin adından çıxardılan məhkəmə qətnamalarını icra eləyib, nə də bugünkü günə qədər 1 manat mənə dəymiş ziyandan ödəməmişdir. Əmlak dedikdə, məni tanıyanlar da hamısı bilirlər, rayonumuzda, yəni bölgələrdə də tanıyanlar da bilirlər ki, bizim əzəldən işimiz zəlçili olub, mənim babalarım da, ana babalarım da bu işlə məşğul olublar, zəlçi ilə. Hələ 50-ci illərdə qanunlu şəkildə zavad olub, atam da oranın 70-ci illərdən işçisi olub, babalarım bu zavodları qurublar, anamın əmləri, dayıları. Yəni biz də atamdan biz bunu görmüşük, bununla böyümüşük. Hətta Hüseynqulu Bağırovun dövründə 2016-cı illərdə, 2017-ci illərdə dəfələrlə mənim təsərrüfatıma baxış keçirilib və zəli yetişdirməm haqqında mənə icazə verilib. Mən yetişdirdiyim zəlilər saxlanılıb, istintaq dövründə təhvil verilib Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Kiçik Qızılağac balıq artırma təsərrüfatına. Təsərrüfatın rəhbəri olan, oğru özbaşına vəzifəsindən sui-istifadə edən, vətəndaşın əmlakına göz dikən Abbasov Dadaş Nasifoğlu və onunla əlbir olan bir neçə yüksək vəzifəli şəxslər mənə məxsus olan əmlakları satıblar. Öz aralarında necə bölüblərsə, bu onlara məxsusdur, onların öz aralarındadır. Məhkəmə qərar verdi ki, vətəndaşa dəymiş ziyan, vətəndaşın əmlakları qaytarılsın Lənkəran ağır cinayətlərdən. Lakin zəlilər satılmışdı. Biz müraciət elədik Şirvan İnzibati İqtisad Məhkəməsinə, bir neçə yerə sorğu göndərəndən sonra, araşdırma aparandan sonra Rafiq İsmailovun sədrliyi ilə keçirilən məhkəmədə qətnamə qət edildi ki, Abdullayev Azad Zadiloğlu'na dəymiş ziyan 112.000 manat ziyan ödənilsin. Bu qərardan narazı qalan Ekologiya Nazirliyi apellyasiya şikayəti versə də İsmail Əhmədovun sədrliyi ilə keçirilən məhkəmədə bir çox yerlərə sorğu göndərildi. Bəlkə bir 10 dəfədən yuxarı məhkəmə iclası təxirə keçirildi. Çox araşdırmalardan sonra yenə də qərar çıxarıldı ki, İnzibati İqtisad Məhkəməsinin qətnaması qüvvədə qalsın və vətəndaş Abdullayevada dəymiş ziyan 112.000 manat Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən alınıb vətəndaşa ödənilsin. Bundan sonra mənim qara günlərim başladı. 6 ildir ki, məhkəmə qətnamaları icra probasiya şöbəsindədir. Nə dövlət qurumu olan Ekologiya Nazirliyi dövlətin adından çıxardılan məhkəmə qətnamalarını sayır, nə də mənə dəymiş ziyandan 1 manat belə bugünkü günə qədər ödənilməmişdir. 78-79 dəfə dövlət qurum rəhbərlərinin qabulunda olmuşam. Bura cənab prezidentin köməkçiləri Fuad Alaskarov, Şahmar Mövsümov. Hər birinin qabulunda bir dəfə yox. Şəxsən Şahmar Mövsümovun 4 dəfə qabulunda olmuşam, 3-4 dəfə də köməkçilərinin qabulunda olmuşam. Şəxsən
Fuad Alascarovun bir dəfə qəbulunda olmuşam, 6-7 dəfə köməkçilərinin qəbulunda olmuşam. 6 dəfə Mehriban xanımın katibliyinin qəbulunda olmuşam. Keçmiş Ədliyyə Naziri Fikrət Məmmədovun 6 dəfə qəbulunda olmuşam. Eyni bir məsələyə görə bu adamların qəbulunda olmuşam. 3 dəfə indiki Ədliyyə Nazirinin qəbulunda olmuşam. 11-12 dəfə icra başlayıcı rəislərinin qəbulunda olmuşam. 3 dəfə ombudsmanın, 5-6 dəfə baş prokurorun, mən nə bilim, ombudsmanın, yəni mənə olunan hədə-qorxulara görə Ekologiya Nazirliyi tərəfindən, Abbasov Dadaş Nasifoğlu tərəfindən 4 dəfə şəxsən Vilayət Eyvazovun qəbulunda olmuşam ki, mənə hədə-qorxular gəlirlər, məni ölümlə hədələyirlər. Lakin bugünkü günə qədər daşdan səs çıxıb Azərbaycan Respublikasının adından çıxardılan məhkəmə qətnamələrinin icrasından səs çıxmayıb. Budurmu dövlət qurumlarının Azərbaycan Respublikasının qanunlarına qoyduğu hörmət? 12 dəfə şəxsən keçmiş Ekologiya Naziri Muxtar Babayevi mən qəbulunda olmuşam. Onun müavini indiki Ekologiya Naziri Rəşad İsmailov dəfələrlə bütün qəbullarda o da olub, özü ilə də qəbulunda görüşmüşəm. Bioloji müxtəlifliyin keçmiş rəhbəri Firdun Əliyev, indiki rəhbəri Xaliq Mirzəyev, yəni onları 78-ci də saymıram, yəni Xaliq Mirzəyev, Firdun Əliyev, onları heç də saymıram mən. Yaxşı, Azərbaycanda bir nəfər mənə göstərsinlər ki, eyni məsələyə görə bir vətəndaş 78-80 qəbul keçirsin. 78-80 qəbul keçirsin, nəyə görə? Əlində məhkəmə qətnamaları var, ona görə. 78 qəbul keçirsin. Bunu ikinci bir şəxs yoxdur Azərbaycanda. Çünki Azərbaycanın qanunlarını tapdalayan da bir nömrəli Azərbaycan dövlət qurumunun rəhbərləridir və onun məmurlarıdır. İndi hal-hazırda Borcu Təşkilat, Kiçik Qızlağat, Balıqartırma Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən alınaraq verilib Kənd Təsərrüfatı Nazirliyinin balansına. Mənə məktub da gəlib ki, Ekologiya Nazirliyindən 4-5 dəfə gəlib ki, Nazirlər Kabinetinin 272 sayılı qərarına əsasən, 18 sentyabr 272 sayılı qərarına əsasən, Kiçik Qızlağat, Balıqartırma Təsərrüfatı, Ekologiya Nazirliyinin balansından ayrılaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib. Mən buna görə 2 dəfə şəxsən cənab Mazlum Məmmədovun qəbulunda olmuşam. Haqlı olaraq da bildirirəm, hətta qədər bildirirəm ki, Mazlum Məmmədov mənə bildirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu təsərrüfatı bizim balansımıza, tabeliyimizə verilərkən balansda göstərməyib ki, həmin zavodun borcu var. Niyə göstərməmsən Ekologiya Nazirliyi? Cənab Əli Əsədov, Azərbaycan Respublikasının baş naziri, sizin Nazirlər Kabinetinin qərarın elə sizə tabeliyinizdə olan nazirliklər tapdalayırlar. Bu bizim günahımız deyil, bu vətəndaşın günahı deyil. Bu sizin Nazirlər Kabinetində olan boşluqlardan ibarətdir. Bir gün vətəndaş əlində məhkəmə qətnamaları yüzlərlə sizə müraciət eləmişəm. Azərbaycan Respublikasının prezidenti başda olmaqla, baş nazirliyi başda olmaqla, bütün dövlət qurumları, Milli Məclis, Ədliyyə Nazirliyi, Ombudsmanı, yəni bütün dövlət qurumlarına minlərlə müraciət eləmişəm. Lakin bugünkü günə qədər daşdan səs çıxıb məhkəmə qətnamalarından səs çıxmayıb. Amma vətəndaş borcu olsaydı dövlət qurumuna, onun şalvarın belə, köynəyin belə sizin qurumun rəhbərləri, sizin qurumun məmurları satdırıb həmin qurumu ödətdirərdi. Niyə? Niyə ödəmirlər? Çünki vətəndaşın əmlakı yeyən dövlət qurumudur. Ekologiya Nazirliyi məmurlarıdır. Belləri nazirliyə bağlıdır. Onların tasmasını tutanlar nazirlikdə oturur. Onlar nə istəsələr edə bilərlər. Lakin vətəndaşın borcu olanda vətəndaşın anasını da ağladıb alarlar. Sizin qərarlarınızı, sizin məmurları tapdıyır. Bunda vətəndaşın nə günahı var? Əgər bugün Borcu Təşkilat Ekologiya Nazirindən alınıb Kənd Təsərrüfatı Nazirinə verilirlərsə, öz eyblərini, öz özbaşınalarını, öz saxtakarlarını, öz qanunsuzlarını, öz saymamazlıqlarını balanslı təhvil verərkən, həmin zavodu təhvil verərkən göstərməyibsə, bunun mənim nə günahım var? Buna cənab baş nazir, siz cavab deyirsiniz, sizin
çıxartdığınız qərar ki var. 18 sentyabr 2025-ci il 272 sayılı qərar o cavabdehdir buna. Ona görə də mən Sabıq Bürsüyün, Cənab Nazir, Baş Nazirin kömək müavininin qəbulunda olacağam və həmin gündə eyni vaxtı da hüquq şöbəsinin rəisinin qəbulunda olacağam. Yəni yazılmışam da zəng də eləyib bildiriblər. Mən xahiş edirəm ki, Elnur müəllim, bu özbaşınalıqların sona çatmasından ötürü mənə olunan zülmün, xaosun, təhdidlərin, mənə dəfələrlə məni təhdid ediblər, ölümlə hədəliyiblər. Hətta mənə bildiriblər ki, sənin meydivi kanaldan tapacaqlar. Biri mənə, Abbasov dadaş mənə dəfələrlə deyib ki, sən gedər gəlməzə göndərərik, sənin meydin kanalda tapılacaq. Mən 4 dəfə şəxsən Vilayət Eyvazovun qəbulunda olmuşam buna görə. 4 dəfə. Nə araşdırma aparılıb, nə bir xəbər çıxıb. Sadəcə olaraq mənə bildirilib ki, sənin təqdim etdiyin ərizə şikayətlər təsdiqini tapmadı. Heç kim məndən gəlib soruşmayıb. Ay bala, haçan sənə zəng olunub, saat neçədə zəng olunub, qoy mənim qabağıma bu zəngi mənim qabağıma ki, biz araşdıraq, həqiqətən də bu var. 4 dəfə Vilayət Eyvazovun qəbulunda oldum, heç birinə cavab olmadı. Heç birinə bir dəfə, hələ də bugünkü gündə də, hələ də 10 ildir bu iş gedir, hələ də öz başına Quldur Abbasov dadaş Nasifoğlu hələ də vəzifəsinin icrasındadır. Hələ də zavod işləyir. Milyonlarla zavoda mayak oldu, yenidən qurdular KOBU 29-a görə. Nə oldu KOBU 29-da? Axırda Muxtar Babayev belə yiyib qaçmadı mənim Ekologiya Naziri ilə. Vətəndaşın necə əmlakın yemişdi? KOBU 29-da ilə Muxtar Babayev idi. Sonra ben niyə o cənab prezident atdı bayrağı? Nəyə görə? O qədər onun özbaşınalıq vardı. Şəxsən Muxtar Babayev mənim özümə, mən bunu cənab prezidentə də bildirmişəm, bütün dövlət qurumlarına da bildirmişəm. Şəxsən Muxtar Babayev mənim özümə bildirib ki, dövlət vətəndaşa pul vermir. Deməli, dövlətin məmuru vətəndaşın əmlakını da mənimsəyə bilər, cibinə də girə bilər. Necə ki, dövlətin əmlakını mənimsirlər, büdcəsini oğururlar, min dənə fırlardan çıxırlar, dənizlər buların, meşələr buların, çaylar buların, ağaclar buların, hər nə buların Ekologiya Nazirindən söhbət gedir. Çünki bu Azərbaycanda Ekologiya Nazirliyi qədər öz başına ikinci bir qurum yoxdur. Bunu hamı da bilir, bunu cənab prezident də bilir, bunu baş nazir şəxsən özü də bilir. Çünki bu qurum kimi öz başına bu qurum yoxdur. Mən xahiş edirəm ki, Elnur müəllim, mən səsimi çatdırın, xahiş edirəm. Bu özbaşınalığına son verin. Kiçik qızlar balıq artırması təsərrüfatı hal-hazırda Ekologiya Nazirliyindən alınaraq Kənd Təsərrüfatı Nazirliyinin balansına verir və mən 2 dəfə də cənab Məzlum Məmmədovun qəbulunda olmuşam. Hələ mən yenə deyirəm, yəni bunu başqa cür heç kim başa düşməsin. Mən cənab prezidentin köməkçiləri başda olmaqla, Mehriban xanımın katibliyi başda olmaqla, baş prokuror, ədliyyə nazirləri, Daxili İşlər Naziri, Ombudsman, kimlər, Ekologiya Naziri, hər kəsin qəbulunda olmuşam Azərbaycanda 78-80 dəfə. Mən tam arxanlı ilə bildirirəm ki, hələ vətəndaşa Məzlum Məmmədov qədər qiymət verən, vətəndaşı dinləyən, vətəndaşın qeydinə qalan, and ola Allahın birinə, ikinci mən nazir Azərbaycanda tanımıram. Yəni o qədər təmkindən insanın dərdinə qalır. Obusları hamısı qeyd edir. Ərzə qədimiz, ver get baxarıq. Ver get baxarıq. Ay Fikrət Məmmədov, siz vəzifədən də getdiniz, 6 dəfə sizə ərizə verdim, 1000 dəfələrlə sizə müraciət edim. Ədliyyə naziri olaraq baxmadınız. Ay Fərid Əhmədov, ay cənab nazir, neçə 3 dəfə qəbulunuzda olmuşam, 1000 dəfədən müraciət eləmişəm. 3 dəfə ombudsman qəbulunda olmuşam, 1000 dəfələrlə müraciət eləmişəm. Baş prokuroru, digərləri hamısı. Dinləyən yoxdur vətəndaşı, dərdin dinləsin. Dinləmə yoxdur Azərbaycanda. Qoy, ərzəni gətirmişsən, ver get. Bir dəqiqə çəkmir. Buradan Qazaxa gedmişəm nazirin qəbuluna. Qoymur sözümü deməyə. Buradan Zaqatalaya gedmişəm, Şamaxıya gedmişəm, Şəkiyə gedmişəm, İmişliyə gedmişəm, Neftçaliyə gedmişəm, Səlyana gedmişəm, Sabirabada gedmişəm. Azərbaycanın bütün rayonlarında olmuşam bunların qəbullarında. Ucarından tutmuş, Bərdəsindən tutmuş, Beyləqanından hər yerdə olmuşam. 300-500 kilometr yol gedirsə, içəri girən kimi ərzən ver get. Amma bir dənə yerinin nazir olub ki, Kənd Təsərrüfatı Naziri yarım saatda desin səni sona qədər dinləyir.
İnşallah əminik ki, Allahın köməyi ilə bu masanı, qanuni həllini inşallah yenə də Cənab Mazlum Məmmədov, Kənd Təsərrüfatı Naziri Cənab Mazlum Məmmədov ilə nöqtəsini qoyacaq və sonlandıracaq. Xahiş edirəm Elnur müəllim, mən bu səsimin Azərbaycan Respublikası müvafiq qurumlarına çatdırılmasına mənə kömək eləyin. Əgər bu məhkəmə qətnamələri icra olunmayacaqsa, niyə çağırdılıb? Nə üçün çağırdılıb? Niyə vətəndaş 78-80 dəfə dövlət qurum rəhbərlərinin qabulunda olmalıdır, məhkəmə qətnamələri icra olunmur deyə biz bu özbaşınalığı kimin ayağına yazmalıyıq? Dövlətimiz nefti ilə, qazı ilə, təbii sərvətləri ilə dünyaya meydan oxuyur, amma vətəndaşın əmlakının məmurları mənimsəyir. Biz dərdimizi kimə deməliyik? Nə dərdimizə baxan var? Özbaşına Abbasov Dadaş Nasifoğlu, quldur, baş kəsən, cibə girən, şərəfsizin biri oturub vəzifəsinin başında veydiyədir dünyada. Amma mən bu dəqiqə zülüm çəkirəm. Allah bunların balasını versin. Allah kim xalqa istəm edir, kim vətəndaşa istəm edir, Allah onun balasını versin. Verəcək də inşallah. Xahiş edirəm bizim səsimizi çatdırılmasında bizə kömək edin. Belə, dəyərli dostlar, biz vətəndaşı dinlədik, vətəndaş fəryad eləyir. Adam deyir, cənab prezidentin köməkçilərlə görüşmüşəm, hörmətli Mehriban xanımın köməkçilərlə görüşmüşəm, hörmətli cənab Nazir Vilayət Eyvazovla görüşmüşəm, gedmədiyim ünvan qalmayıb. Biz də ümidvarıq ki, bundan sonra biz bunu ictimailəşdirəndən sonra vətəndaşın problemi öz həllini tapar. Başqa deməyə bir söz yoxdur dostlar. Yayımımızı bəyənin, paylaşın, kanalımıza abunə olun, sağ olun, sağlıqla qalın.